Salam, hörmətli məktəb izləyiciləri. Bu videoda əvvəlki illərin məzunları üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş 6 aprel 2025-ci il tarixli buraxılış imtahanının riyaziyyat suallarının cavabını təqdim edəcəyim. 61-ci sual. -3x bölü 9 bərabərsizliyinin ən böyük tam həllini tapın. Bunun üçün hər iki tərəfi -3-ə bölək. Bu halda x kiçikdir, -3 olur, çünki işarə dəyişməlidir. Ondan sonra bu bərabərsizliyin həllər çoxluğunu x daxildir, mənfi sonsuzluqdan -3-ə qədər işarələsək, gördüyümüz kimi 3 daxil deyil, ona görə də ən böyük tam həll -4 olmalıdır. Yəni sualın doğru cavabı B variantı olur. 62-ci suala baxaq. Z kompleks ədədi üçün həqiqi hissənin qiyməti 5-dir, xəyali hissədə -2 verilib və bu kompleks ədədin qoşmasını tapmaq lazımdır. İlk növbədə kompleks ədədin özünü yazsaq, 5 minus 2i şəklində yazacağıq. Daha sonra isə qoşmanı tapmaq tələb olunur. Qoşmada bilirik ki, həqiqi hissə olduğu kimi qalır, xəyali hissə isə işarəsini dəyişməlidir. Yəni müsbət 2i şəklində olmalıdır. Minus olur plus. Yəni doğru cavab 5 plus 2 idi. Doğru cavab da Y variantıdır. Keçək 63-cü suala. Deyilir ki, A-nın hansı ən kiçik qiymətində verilmiş ədəd 9-a qalxısız bölünər. 9-a bölünmənin əlaməti nə idi? Rəqəmləri cəmi 9-a tam bölünərsə, həmin ədəd də 9-a bölünmüş olmalıdır. Bunun üçün biz ədədin 5 dənə rəqəminin cəmini tapmalıyıq. Bu ya 9 deməlidir, ya 18 deməlidir. İndi ən kiçik deyirsə, biz də ən kiçik olan 9 ilə yoxlamalıyıq. Onda alınır ki, 7 plus A plus B bərabərdir neçəyə? 9-a. A-ya ən kiçik neçə verə bilərik? 0 verə bilərik. Onda B-yə 2 versək, 7 də burada var. Cəm 9-dir. Həqiqətən də 0-ın doğru cavab olduğunu görürük. Və həmçinin nəzərə almaq lazım ki, A, B fərqli ədədlərdir. Ona görə də biz burada yəni eyni rəqəmlər 0 ilə 2 eyni rəqəmlər olmadığına görə doğru cavabı tapmış oluruq. C variantı doğrudur. Keçdik 64-cü suala. Verilmiş tənliyi həll etmək lazımdır. Bunun üçün ilk növbədə biz əsasları bərabərləşdirməliyik. 5 üstü x plus 1 sol tərəfdə olduğu kimi yazaq. Sağ tərəfdə isə ədədi tərs çeviririk. Yəni 5-də 1-i 5-ə çeviririksə, üstdəki işarədə x minus 2-də çevrilib olacaq 2 minus x. Və bu şəkildə əsaslar bərabər deyə üstləri də bərabərləşdirməliyik. X plus 1 bərabərdir 2 minus x. Buradan da x-i sola keçirsək 2x. 1-i də sağa keçirəndə əks işarə ilə olur. Mənfi şəkildə keçir deyə sağda 1 qalır. X də bərabərdir 0,1 olur. Yəni sualın doğru cavabı, daha doğrusu 0,5, 2-də 1, 0,5 olur və doğru cavab B variantı alınır. Gəldik buradan 65-ci suala. Deyilir ki, K və L nöqtələri şəkildə gördüyümüz üçbucağın uyğun olaraq BC və AC tərəflərinin orta nöqtəsidir. Yəni, onda belə çıxır ki, bu KL nədir? Orta xətt olmuş olur. Ştrixlənmiş hissənin sahəsini tapmaq lazımdır. Gəlin belə fərz edək. Bu 3 dənə böyük ABC üçbucağı 3 hissəyə ayrılıb. Biri ağ üçbucaq olsun A. Ştrixlənmiş olsun deyək ki B. Və ən sonuncu da olsun C. Onda biz burada nəyi yazmalıyıq? Deməli, biz birinci bilirik ki, ümumi üçbucaqda A təpəsindən AK medianı çəkilib. Avtomatik olaraq biz bilirik ki, üçbucağın medianı varsa, neyinir? Üçbucağı 2 bərabər hissəyə ayırmış olur. Deməli, burada gördüyümüz A sahəsi, şərtli olaraq A-nı, ümumi üçbucağın sahəsini dəyər S olaraq işarələsək, 2-də 1 S-dir. Avtomatik geriyə qalan B ilə C cəmi də 2-də 1 S olmuş olur. Bundan əlavə isə biz bilirik ki, KL nədir demişdik? Orta xəttdir. KL-in orta xətti olduğunu, bax, bunun orta xətti olduğunu nəzərə alanda, onda buradan həmçinin qeyd eləməliyik ki, alınmış kiçik bu C üçbucağı da oxşarlıq əlamətinə görə ümumi böyük üçbucağın 4-də 1-nə bərabərdir. Yəni, buradan da C-nin qiymətini yazacağıq. C nəyə bərabərdir? 4-də 1 S. Bunu da qeyd edirik 4-də 1 S şəklində. Avtomatik buradakı tənlikdən B-nin qiymətini tapmalıyıq. B də ikisinin fərqi olur. Yəni, oradan da biz 4-də 1 S cavabını almış oluruq. Nəticə olaraq həmin ştrixlənmiş hissə üçbucağın 4-də 1-ni təşkil edir. D variantı doğrudur. 66-cı suala baxaq. Trigonometrik tənliyi həll etmək üçün baxın, sağ tərəfdə 1 yazılıb. Müsbət 1, -1, 0 hallarını
konkret olaraq təyin etmək lazımdır. Vahid çevrə üzərindən baxa bilərik. Sinus y oxuna uyğun gəlir. Ona görə də buradan y oxu da kəsişmədə müsbət 1-i qeyd edirik. Müsbət 1 360 dərəcədə bir dəfə pi bölü 2-də rast gəlinir. Ona görə də biz arqumenti, yəni 2x minus 3 yazırıq. Bərabərdir. Burada da pi bölü 2 dedik və bir dəfə rast gəlinir deyə üzərinə 2 pi k şəklində 2 pi k gəlməliyik. 3-ü sağ tərəfə keçirsək 2x nəyə bərabərdir? Pi bölünsün 2 plus 2 pi k plus 3 və daha sonra hər iki tərəfi 2-yə bölündə də x-in qiyməti pi bölünsün 4 plus pi k plus 2-də 3 alınır. Yəni sualın doğru cavabı olmalıdır. D variantıdır. Pi bölünsün 4 plus pi k plus 2-də 3. 67-ci suala baxaq. Verilmiş şərt əsasında altıbucaqlının perimetrini tapmaq lazımdır. Altıbucaqlının perimetrində 4 dəfə x-ə rast gəlinir. Yazırıq 4x. Üzərinə 2 dənə də y-ə rast gəlinir. 2y bərabərdir. Fikir verirsə, yuxarıdakı ifadəni də 2x plus y bərabərdir 5-dir də. Yəni, buradakı ifadəni 2-yə vursaq, nə alınar? Yuxarıdakı ifadə alınar. Yəni, buradakı 5 isə verilmiş ifadənin də qiyməti 10-dur. Və yaxud da ki, 2-ni ortaya vuruq kimi çıxarıb da eyni nəticə almaqlardır. Doğru cavabımız da D variantıdır. Gəldik 68-ci suala. Tənasib verilib. MN hasilini tapmaq üçün aydın məsələ ki, çarpaz vurmalıyıq və bu hasilin qiyməti 8 vur 10, 80 şəklində olur. Doğru cavabımız da olacaq 80, yəni C variantı. Gəldik 69-cu suala. ABCD kvadratının təpələrindən çəkilmiş paralel düz xəttlər onun müstəvisinə paralel olan müstəvinə uyğun olaraq A1, B1, C1, D1 nöqtələrində kəsir. Yəni, müstəvi var. Bizim kvadratımız var. Kvadrat da demək, bütün tərəfləri bərabərdir. Yazırıq bura A, B, C, D və buradan paralel şəkildə olan müstəvini gəlib kəsirsə, ölçülər də dəyişməzdirsə, onda aşağıdakı fiqur da kvadrat olmuş olur. A1, B1, C1, D1 və bizə deyilir ki, kvadratın tərəfi 4-dürsə, A1, C1 parçasının uzunluğunu tapın. A1, C1 parçası diagonaldır. Elə onun uzunluğunu tapmaq üçün biz AC-nin uzunluğunu tapsaq kifayətdir. Və bizə tərəflərin qiymətləri 4 verildiyinə görə diagonalın da biz bilirik ki, A kök altda 2 düsturla hesablanırdı. Yəni 4 isə bu da 4 kök altda 2 şəkildə hesablanacaq. Və sualımızın yekun cavabı olaraq B variantını qeyd edəcəyik. Gəldik növbəti suala. 70-ci sual. Deyilir ki, elementlərin sayı bərabər olan A və B çoxluqları üçün kəsişmədə 6 element var. Şərti olaraq Euler-Venn diaqramı çəksək, A, B çoxluqları olsun və bu çoxluqların daxilində qeyd edirik ortaq elementlərin sayını. Ondan sonra ümumi deyir ki, bizə nə demişdi? Elementlərin sayı bərabərdir. Yəni, A çoxluğunda x elementi varsa, deməli, B-nin də x elementi var. Ortaya 6 yazmışıqsa, sol tərəfinə yazmalıyıq. X minus 6. Sağa da nə yazmalıyıq? X minus 6-nı çıxırıq. Bu isə yazırıq. X minus 6. Bu yəqin ki, aydındır. Və bu şərtlər əsasında MB-ni tapmayaq. Biz deyik ki, NA MB-yə bərabərdir. Başdakı şərtlərə və bunu da biz X olaraq adlandırmışıq. Ondan sonra birləşmədəki elementlərin sayı. Birləşmədəki elementlərin sayı ya ikisini cəmləməliyik, ya da ki, ikisini cəmləyib kəsişməni çıxırıq. İstənilən halda buradakı birləşmədəki elementlərin sayı 2x minus 6 şəklində ifadə olunacaq. Və bunun 2 misli yazılıb burada. 2 misli. Yazıram 2 vurulsun. Bərabərliyin sol tərəfinə var. 5 vurulsun B-nin adı olmayan elementlərin sayı. B-nin adı olmayan elementlərin sayı bu hissədə özünü göstərir. Ona görə də biz, yəni bu hissədə x minus 6-dır. 5 vurulsun x minus 6-nı da buradan qeyd etməliyik. Açıb sadələşdirsək 5x çıxılsın 30 bərabərdir 4x minus 12 və x bərabərdir müsbət 18-ə. Bizdən də elə x soruşub B-nin elementlərinin sayı. Doğru cavab da məhz deməli Y variantı olmalıdır. 71-ci suala baxaq. Deyir ki, tərəfləri ABC olan üçbucağın A və B tərəflərin qarşıda yerləşən bucaqların qiyməti 62 ilə 68-dir. Tərəflər arasındakı münasibəti müəyyənləşdirin. Birinci biz bu bucaqları qeyd edəndən sonra fərz edək ki, A, B, C dedik də.
A-nın qarşısında 62, B-nin qarşısında da 68-i qeyd edəndən sonra ilk növbədə 3-cü bucağı tapmalıyıq. O da 180 çıxılsın 68 ilə 62-nin cəmini. Buradan da arıq 50. Yəni 3-cü bucaqda 50 dərəcədir. Biz bilirik ki, böyük bucaq qarşısında böyük tərəf durur. Ən böyük bucaq gördüyümüz kimi 68-dir. Deməli, ən böyük tərəfimiz B-dir. Sonra 62 dərəcənin qarşısında A, ən kiçik isə C-dir. Yəni BAC şəklində düzsək, sualın doğru cavabı olmalıdır. BAC, D variantıdır. 72-ci suala baxaq. Verilmiş ifadəni sadələşdirsək, müxtəsər turlarından sürətdə kvadratda fərqi üstündən A-3, A+3 yazmalıyıq vuruqları. Məxrəcdə isə 3 orta vuruq kimi çıxanda A+3 şəkli göstərir. İxtisar aparırıq A+3-ləri və sürətdə qalır A-3, məxrəcdə qalır 3. Doğru cavab deyəcək A variantı. Keçək növbəti suala. 73-cü sualda verilmiş ifadənin qiymətini tapmaq üçün biz düsturu tətbiq edirik. Bu nəyin açılışıdır? Sinus A çıxılsın B-nin açılışıdır. Düzdürmü? Yəni 41 çıxılsın 11 dərəcənin açılışıdır. Və buradan da biz deməli sinus 30 alırıq. Sinus 30-un da qiyməti 2-də 1-dir. Ona görə də sualımızın yekun cavabı A variantı müsbət 2-də 1 olacaq. 74-cü suala baxaq. Perimetrləri bərabər olan bərabər tərəfli üçbucaqla kvadratın tərəfləri uyğun olaraq x1, x2-dir və verilmiş tənliyin kökləri də x1, x2 olarsa A-nı tapın. Deməli, üçbucaq var, kvadrat var. Üçbucağın tərəfləri deyir ki, x1-dir, bütün tərəfləri. Kvadratda da hamısı x2 şəklindədir. Onda perimetrə əsasaq 3 dənə x1 birincinin perimetridir, 4 dənə x2 digərinin perimetridir və bunlar bir-birinə bərabərdir. Digər tərəfdən biz Witt teoremindən bilirik ki, köklər cəmi əks işarə ilə mənfi yəni B-yə bərabər olmalıdır əks işarə ilə. Onda biz buradan yazırıq tənlikdən, yazırıq bunu 21 və digər tərəfdən köklər hasilimiz də x1 və x2-ni də qeyd edək. Neçə edəcək? Elə olduğu kimi 5A minus 7 şəklində. İndi fikir verin. Bizim əlimizdə 3 dənə tənlik var. Biz elə bu birincidən x1-i və yaxud da ki x2-ni əvəzləsək, alırıq 4-də 3 x1 və gətirib bu tənlikdə ikinci tənlik dəyərini yazsaq, yəni x1 plus 4-də 3 x1 neçədir? 21-dir. Onda buradan 4-də deməli 7 x1-i 21 alsaq, x1-in qiyməti neçəyə bərabər olmalıdır? 21 vurulsun 7, 4, yəni 16. 12 daha doğrusu. x1-i tapdıq 12. Ondan sonra gətirib yerinə yazsaq, buradan x2-nin qiymətini də hesablamış oluruq. Buradan da 9 alırıq 12 yerinə yazanda. İndi 12 ilə 9 var bizdə. x1-in x2 qiymətləri bəllidir. Və burada gətirib sonda yerinə yazaq 3-cü tənlikdə. x1, x2 9 vurulsun 12 bərabərdir 5A minus 7. 9'u 12'ye vuranda edəcək 108. Üzərinə bu 7'ni gələndə alırıq 5A bərabərdir 115. A-nın da qiyməti edəcək 20. Neçə edir? 23. Deməli, sualımızın doğru cavabı olmalıdır 23. Bunu da bu şəkildə tapmış olduq. Keçək növbəti suala 74. Bu da açıq sualdır. Loqaritmik ifadəni sadələşdirməliyik. Fikir verirsə əsasların hamısı 20-dir. Ona görə də heç əsaslara dəyməyə gəlin üstlər üzərində işləyək. Bu əvvəldəki iki vuruğunu biz daxilə, loqaritm işarəsinin daxilinə salsaq 2 üstü 2 şəklində yaza bilərik bunu. Hələ ki birinci mötərizəni yazıram bura. Loqaritm 20 əsasdan 4, 2 üstü 2 olur 4. Üzərinə gəlsin loqaritm 20 əsasdan 5. Burada da əsaslar eyni olduğuna görə, burada toplama işarəsi olduğuna görə 4'ü 5'ə vururuq 20 və oradan 1 alınır. Digər ifadə də eyni şəkildə 2'ni qaldırsaq burada yuxarıya. Onda alırıq ki loqaritm 20 əsasdan 10 üstü 2 neçədir? 100. Bu dəfə çıxılsın loqaritm 20 əsasdan 5 yazırıq və sadələşdirsək yenə
eyni əsasdır. Sadəcə olaraq çıxma olduğuna görə 100-ü 5-ə bölürük. 20 buradan deyənə 1 tapılır. 1-i 1-ə də vuranda aydın məsələ ki, sualın yekun cavabı vahidə bərabər olur. Yəni doğru cavabımız 1-dir. Keçək 76-cı suala. Silindirin ox kəsiyin tərəfləri. Ox kəsiyi gördüyünüz kimi ABC-də düzbucaqlısıdır. Biri 12-dir, AD də 10-dur. AD 10-dur. Və silindirin həcmini hesablayın. Silindirin həcminin üstünü yazaq. Pi R kvadratı vurulsun H. Və biz R-in qiymətini bilirik də. Deməli 2R diametr verilib bizə. AD-dir. Bu da 2R-dir 10-dursa R-in qiyməti buradan 5 tapılır. Və 5 olduğuna görə də H da avtomatik 12-dir şərtdə verilib deyə. Biz V bərabərdir pi. Pi'nin də qiyməti 3 verilib. Yerinə yazırıq. 3 vurulsun 5-in kvadratı vurulsun 12. 25 var. 12 var. 25 ilə 12 hansıdır? 300'dir. 3'ə də vururuq edir. 900. Yəni sualın doğru cavabı 900 vahid kub olacaq. Növbəti sual 77. 77-ci sualda ifadənin qiymətinə salmayıq. Burada birinci gəlin biz nəyi sadələşdirək? 2 tam 2-də 1 var. 2 tam 2-də 1. Bunu yazacaq 2-də 5 şəklində. 2-də 5 üstü mənfi 3 olur da. Olduğu kimi geriz. Gəlin elə bunu tərs çevirək. Yazırıq 5 üstü mənfi 2 vurulsun. 5'də 2 üstü mənfi 4 vurulsun. Deməli, bunu tərsinə çevirsək nə olacaq? Bu ifadəni tərs çevirsək 5'də 2 olur. Üstü isə deməli müsbət 3 olmuş olur. Mənfi olur müsbət 3. Və buradan əsaslar eyni olduğuna görə üstlər toplanmalıdır. Edir mənfi 1. 5 üstü mənfi 2. 5 üstü mənfi 2'də də 5'də 1 üstü 2 yazaq. 5'də 1 üstü 2 yazaq. Vurulsun. Bunu sadələşdirdik deməli. Yazırıq 5'də 2 üstü mənfi 1. Sonra nə edək? Sonra da bunu da tərsinə çevirək lap. Bunu da tərs çevirək. Yoxsa ehtiyac yoxdur. Uşaqlar, sadələşdirək yaxşısı. Bu 25'də 1'dir. Vurulsun. Bunu da tərs çevirəcək 2'də 5'dir. Bunu da sadələşdirəndə 5'lər ixtisar gedər. Məxrəcə 5 qalar. Buradakı 2 ilə hasil neçə edər? 10'da 1. Yəni yekun cavab 10'da 1. Kollaşdırmaq lazımsa 0,1 şəklində kollaşdıracağıq. 78-ci suala baxaq. Düzbucağının sahəsi bu kvadrat üçgənliyi ilə verilib. Uzunluğu x-3 olarsa x-in ən kiçik tam qiymətini tapın. Kvadrat üçgənliyini gəlin vuruqlara ayıraq. Ən yaxşısı x-3 onsuz da vuruqların biridir, verilib. Digəri x-4 şəklindədir. Vuruqları tapdıq. İndi x-3 tam deyirsə, x-ə 1 versə, 2 versə, aydın məsələ ki, bu mənfi olur da, düzdürmü? Bizdə bir ki, uzunluq mənfi adına ifadə olana bilməz. 4 verə bilərdik, lakin 4 versək bu 0 olur. Deməli, n uzunluq və n verilibsə bizə, biz n üzərindən, kiçik tərəf üzərindən hesablama aparmalıyıq. Bunun minimum qiyməti, tam qiymətdən söhbət gəlirsə 1 olmalıdır. Onda x-in qiyməti də olmalıdır 5. Həqiqətən də 5'i gətirib yeni yazanda 2 və 1 şəklində olur uzunluqları. Deməli, sualın yekun cavabı olmalıdır. X bərabərdir 5. 5 olmalıdır ki, həm uzunluq, həm də n natural ədədlərlə ifadə edə bilsin. Çünki uzunluqdur hər biri. Gəldik ətraflı yazılı cavab tələb edən tapşırıqlarımıza. Deyir ki, diaqonalı 6 cm olan kubun tam səthinin sahəsi ilə yan səthin sahələri cəmini tapın. S tam yazacağıq. S tam nəyə bərabərdir? 6A kvadratıdır kub üçün. S yan isə bərabərdir neçəyə? 4A kvadratına və bizə bunların cəmi istəyir deyə toplamda bizdən soruşulur 10A kvadratının qiyməti. Bu soruşulur. Digər tərəfdən bizə nə verilib? Digər tərəfdən deyilir ki, diaqonalı 6-dır. Kubun diaqonalı 6-dır. İndi kvadratın diaqonalı ilə qarışdırma olmaz. Və ya üzün diaqonalına qarışdırmaq. Kubun diaqonalı A kök altda 3 şəklində hesablanır. Və bu 6-ya bərabərdir. Bəziləri A kök altda 2 yazıb səhv alır. A kök altda 3 bərabərdir 6 deməliyik. Və ondan sonra A'nın gəlin hər iki tərəfi kvadrata yüksəldək. A kvadratı vurulsun 3 36'dır.
Buradan biz a kvadratını tapdıq. Neçə olur? 12. Gətirib burada yerinə yazsaq 10a kvadratının qiyməti neçə olmalıdır? 10 vur 12. Yəni 120. Deməli sualımızın doğru cavabı məhz 120 olmalıymış. Yazdıq bura 120. Santimetr və s. verilibmi? Verilib. Onda santimetr kubu vahidi də mütləq yanına yazmalıyıq. Ardından deyir 80-ci sualda ata ilə oğlun yaşları fərqi 24. Ata ilə oğlun yaşları fərqi 24. Fərz et ki, atanın x yaşı var, oğlun y yaşı var, fərqi 24. Digər tərəfdən atanın yaşını oğlun yaşına böldükdə natamam qismət 2 eləyir. Qalıqda neçə alınır? 3 alınır. Yəni buradan əlavə bir qeyd edək. Deyək ki, biz bilirik ki, x yanından yazaq. Deməli, x-i y-ə böləndə 2 eləyir. Qalıqda da 3 eləyir. Düzdürmü? Qalıqda da 3 eləyir. Onda biz bunun əsasında bilirik ki, x deməli bərabər olmalıdır. 2 dənə y üzərinə 3. Yəni 2 y bəsləmir, 3 də qalıq idi. Yuxarıdakı ifadədə biz burada sistem tənliyi almış oluruq da. Belə bir 2 dənə tənliyimiz var. Bunlardan sistem almış oluruq. Gətirib yerində əvəzləsə x-in qiymətini. Onda görürük ki, 2y plus 3 çıxılsın y bərabərdir 24. Buradan elə y bərabərdir 21 alırıq. Bizdən nə soruşulub? Suala baxaq. Və oğlun yaşı soruşulub. Y də oğlun yaşıdır deyə buradan oğlun yaşı 21 şəklində tapılır. Atanın yaşını da təbii ki, burada gəlib y-in yerinə yazmaqla oradan da 45 tapa bilərdik. Növbəti suala keçək. 81-ci sual. Cüt sayda deməli, cüt sayda həddi olan sonlu ədədi silsilənin cüt yerdə duran hədlərinin cəmi tək yerdə duran hədlərin cəmindən 204 vahid böyüdür. Silsilə fərqi 17 olarsa, onun hədlərin sayını tapın. Bu sualı gəlin belə yazaq. Sadə anlaşıqlı olması üçün məncə belə yazmaq daha əlverişli var. Ümumiyyətlə, cüt sayda həddi varsa, onda normalda biz a-ın silsiləsi deyirik. İndi n cüt ədəddir də, bunu bilirik. 2k şəklində ifadə edə bilərik. Bunu ifadə elədik. Ondan sonra isə deyir ki, deməli, cüt yerdə duran hədlər onda belə olacaq da. A2, A4, bunların cəmidir. A4 bu şəkildə A6 və s. davam edir. Ən sonunda gəlir A2K-ya və digər tərəfdən tək yerdə duranları da onun altından birə-bir yazsaq, sonuncu da gəlir A2K-dan bir dənə əvvəlkidir də, düzdürmü? Əvvəlki. Ən axırıncı A2K-dır, bundan bir əvvəlki. Və bunların fərqi deyir, neçədir? 204'dür. Bunların fərqi 204'dür. Buradan görürük ki, biz alt-alta yazmışıq deyə 2-2 cüt qruplaşdıra bilirik hədləri. Və fikir versə A2 ilə A1, A4 ilə A3 qruplaşır. Hər birini sanki alt-alta çıxa bilərik. Hər birini alt-alta çıxsaq, buradan nə alırıq biz? Buradan alırıq. Birinci fərqdən nə alırıq? A2-dən A1 fərqi nədir? D-dir. Düzdürmü? Silsilə fərqinə bərabərdir. Buradan da D alırıq. Buradan da hər birindən D alanda sonuncudan D alırıq. Və bu cəm nəyə bərabər imiş? 204'ə. İndi neçə dənə D oldu sualın cavabını? Bəziləri yanlışlıqla 2K və ya N sayda yaza bilər. Əslində, məsələn, 10 dənə, 20 dənə element varsa silsilədə, 2-2 qruplaşdıranda, cüt qruplaşdıranda, A1 A2, A3 A4, A5 A6, cüt qruplaşdıranda 10 dənə cütümüz olur. Yəni 10 vurulsun 2, 20 hədd. Burada da deməli, cüt qruplaşdırmışıqsa, K sayda nəyimiz olmalı? Həddimiz olmalı. Yəni 2K sayda element var. K sayda da cütümüz var da. K vurulsun 2 olacaq. Onda biz yazırıq bu D-lərin cəmi nəyə bərabər? Deməli, K vurulsun D sayda və bu 204'ə bərabərdir. D-nin qiyməti də 17'dir. Deməli, 17K bərabərdir 204'ə. K bərabərdir deməli 12'yə. Sualın cavabı bu deyil amma. Sual cümləsinə qayıdaq. Hədlərin sayı. Hədlərin sayı n idi. Yuxarıda fikir verirsiniz. N bərabərdir 2K yazmışıq. Yəni 12'ni gətirib yerinə qoyacağıq. Cavabı 24 tapacağıq. Deməli, bu sualın yekun cavabı 24 olmalıdır. Keçək növbəti suala. 82-ci suala. Deyir ki, qaçış yolu uyğun tərəfləri bir-birinə paralel olan 2 üçbucaq formalı sahə
ABC və DEF şəkildə göstərir və hüdudlanmışdır. Bu yolun bütün kənarı boyunca AD, A və D təpələrindən başlayaraq aralarındakı məsafə 5 metr olmaqla ağaclar əkilmişdir. Və fikir verirsə ABC üçbucağının hər bir tərəfini tam verir. 160. Deməli yazaq 160. Sonra nə var? 200 aşağıdadır. 180 da yandakidir. Kiçiyindən isə sadəcə DF-i verir. Sadəcə DF-i verir 45. Sağdakı tərəf 45-dir. Və bütün əkilmiş ağacların sayı soruşulur. Burada yəqin ki şəkildən də anlaşılır. Oxşarlıq var. Biz bu oxşarlıq əsasında sualı həll etməyə çalışırıq. İlk növbədə biz bilməliyik ki, içəridəki üçbucaq olmasın. Sırf ABC əsasında edəndə. Burada neçə dənə ağac əkildiyini tapmaq üçün perimetri bölməliyik bu məsafəyə. 5 metrdən bir əkibsə 5-ə bölməliyik. Deməli, birinci bölünün perimetrini tapaq. P üçbucaq ABC-ni tapırıq. Və sonra 5-ə bölsək əgər, ABC boyunca, üçbucağı boyunca əkilmiş ağacların sayını tapmış olarıq. Və bu şəkildə hesablama aparanda biz görürük ki, deməli, ABC-nin perimetri nəyə bərabərdir? 160 yazaq buradan. 160, 180 və 200-ün cəminə. Bu da eləyəcək 540 bölünsün 5. Deməli, 540-ı 5-ə bölürük. 540-ı 5-ə böləndə də eləyəcək 108. 108 dənə ağac var. Digərini tapmaq üçün isə digərinin də perimetrini yazmalıyıq. P üçbucaq bu dəfə D, Y, F və bunu bölməliyik 5-ə. DF-in perimetri dediyimiz kimi oxşar üçbucaqlı olduğuna görə nə nəticəyə gəlirik? Perimetri deməli K əmsalı qədər dəfə kiçik olmalı digərindən. Məsələn, xətti ölçüdə deyək ki, tərəflərin nisbətini yazıram mən buradan. AB-nin nəyə nisbət olsun? Ya da kiçikdən yazaq da. DY-nin AB-yə nisbəti. Biz burada DY-nin daha doğrusu sağ tərəfdəki. Buradan gedir. Sağ tərəfdəki. Partiyanın söhbət gedir. Burada DY-nin qiyməti 45-dir. Böldük sağ tərəfdəki AC-yə. 45. DY bölünsün AC. Bu da eləyir 45 bölünsün 180. Buradan da biz alırıq neçə? 4də 1. 4də 1 aldıq. Yəni, tərəflərin nisbəti K əmsalı 4də 1-ə bərabərdir. Onda perimetrlərin nisbəti eyni şəkildə olmalıdır. Yəni, birinin perimetri 540-dırsa, digərinin perimetri də 540 bölünsün 4 şəklində olmalıdır. Və ümumi də bunu bir də 5-ə bölməliyik ki, ağacların sayını tapaq. Buranın meydə 108-in 4 dəfə kiçik bir ədəd olmalıdır. Yəni 27 olmalıdır. Yəqin ki, buralar aydındır. Yəni, böyüyün perimetri və kiçiyin perimetrilərini tapırıq. Aralarında 4 dəfə fərq var. Sonra da 5-ə də bölürük hər birini. Nəyi tapmış olaq? Ağacların sayını. Və yekunda bütün ağacların sayı istənir. 108 ilə neçənin cəmidir? 27-nin cəmidir. Bu da bizə verəcək 135-i. Sualın yekun cavabı da 135 olmalıdır. Keçək növbəti suala. 83-cü sual. Y bərabərdir x kvadratı çıxılsın 6x plus b. Parabolun təpə nöqtəsinin koordinat başlanğıcına qədər məsafə verilir. 3,5-dir. B parametrinin kiçik qiymətini tapın. Şərti olaraq biz burada parabolamızı çəkək. Koordinat müstəvisində. Deməli, bu olsun koordinat müstəvisi. Burada parabolunu çəkirik. Təpə nöqtəsini qeyd edirik. Buradan M gələcək. Buradan N gələcək. X, Y. Təpə nöqtənin koordinatlarını qeyd edirik. Və bizə deyir ki, buradakı məsafə, yəni koordinat başlanğıcına qədər olan məsafə nəyə bərabərdir? 3,5-ə. Bizə yəni bu koordinat başlanğıcına qədər olan məsafəni tapaq. Biz bilirik ki, M kvadratı bu məsafənin uzunluğu M kvadratı plus N kvadratı bərabərdir. Neçə olmalıdır? 3,5-in kvadratı, yəni 45. Hardan bildik bunu? Pifaqor teoremindən də bilə bilərik. Yəni, burası M-dir, burası N-dir. Pifaqor teoremindən avtomatik katetdən kvadratlar cəmi hipotenuzun kvadratına bərabərdir. Və yaxud da ki, iki nöqtə arasındakı məsafə üstünü tətbiq etməklə də yazmaq olardı.
Diğer tərəfdən m-in qiymətini biz bilirik. Düsturla mənfi b bölünmüş 2a. Və b-nin qiyməti mənfi 6-dır deyə burada mənfi müsbət olur. 2a, a-nın qiyməti 1-dir. M-i 3 tapırıq. 3 tapanda 3-ün kvadratı plus n kvadratı bərabərdir 45. Buradan da n kvadratından n-in qiymətini tapırıq. Müsbət mənfi 6. Həm müsbət 6 ola bilir, həm mənfi 6 ola bilir. Bunu nəzərə almaq lazımdır. Daha sonra isə b parametrinin kiçik qiymətini. B parametrinin qiymətini necə tapa bilərik? Deməli, n-in qiymətini tapdıq. İndi b-nin qiymətini tapmaq üçün isə buradakı b-nin qiymətini tapmaq üçün isə n-in düsturunu yazmalıyıq. N-in düsturu, deməli, 4ac çıxılsın b kvadratı bölünsün 4a. Buradan 4 vurulsun, a-nın qiyməti 1-dir. C-nin qiyməti isə şərtdə bizə b olaraq tanıdılıb. Çıxılsın b kvadratı. B mənfi 6-dır. Mənfi 6-nın kvadratı edəcək 36. Aşağıda da neçəyə bölmüşük? 4a-ya. 4a. A-nın qiyməti 1-dir. 4-ə bölürük. Və bu neçəyə bərabərdir? N-in qiymətini biz yuxarıda tapmışıq axı. Müsbət mənfi 6. Qırmızı ilə tapmışıq. Bax, müsbət mənfi 6 yazdıq bura. Ondan sonra elə sol tərəfi sürət məxrəci 4 ilə ixtisar edəsək, qalır b çıxılsın 9 bərabərdir müsbət mənfi 6. Buradan da b-nin qiyməti müsbət 6-dan çıxanda, müsbət 6 bu sağa keçəndə toplama olur. Müsbət 15 olacaq. Kiçik qiymətdə isə mənfi 6 ilə 9 toplayanda müsbət 3 edir. Deməli, kiçik qiymət müsbət 3 olmalıdır. Sualımızın yekun cavabı müsbət 3 şəklindədir. 84-cü suala baxaq. Mərkəzi O nöqtəsində olan çevrənin iki kəsişən vətərindən birinin uzunluğu neçədir? 48-dir. Digərinin uzunluğu isə 3-dür. Digər vətərin 4/1 nisbətində bölündüyünü bilərək bu vətərin, həmin vətərin uzunluğunu tapmalıyıq. Çevrəmiz buradadır. Vətərlər kəsişsin. O mərkəzdir. Deyək ki, A, B, C, D. Və buradakı parçaların nisbəti 3 və 48 verilib bizə. 3 ilə 48 verilib. Digərlərini bilmirik, amma bilirik ki, 1-in 4-ə nisbətdir. Yəni, x budursa, 4x budur. Kəsişən vətərlərin xassəsində nə deyirik biz? Onların müvafiq parçaların hasili, yəni x ilə 4x-in hasili, bərabərdir 3 ilə 48-in hasilinə. Buradan da elə hər iki tərəfi 4-ə bölsək nə baş verir? 4-ə atsaq, sağda 12 qalır. İxtisarımıza aparaq. X kvadratı bərabərdir 36-ya. X də bərabərdir 6-ya. Təbii ki, müsbət qiymət seçəcəyik. Vətərin uzunluğunu soruşur. Vətərin ümumi uzunluğu da x ilə 4x-in cəmidir. Yəni 5x, o da eləyir 30. Yəni yekun cavabımız 30 şəklində olacaq. Və sonuncu 85-ci suala baxaq. Cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiadalarda iştirak edən şagirdlərin sayı göstərilmişdir. Ümumiyyətlə, bu tip suallarda birinci təyinlər sistemi ilə həll eləmək lazımdır. X ilə Y tapmaq lazımdır. Bu xanaların qiymətini doldurmaq lazımdır. Ondan sonra isə ehtimalı hesablamalıyıq. Deməli, birinci yazırıq ki, nə verilib? Y. Birinci sütun nə verilib bizə? Y plus 3x bərabərdir 14-ə. İkinci sütun nə verilib bizə? 5y üzərinə yazılsın x bərabərdir 14-ə. Əvəz etmə üsulu ilə həll eləyə gəlin. Onda bu hissədən almalıyıq biz. Bu hissədən y-in qiymətini alırıq. 14 çıxılsın 3x. Aşağıda gətirib əvəzləsək, aşağıda gətirib əvəzləyəndə də 5 vurulsun 14 70 edir. 5 vurulsun mənfi 3x mənfi 15x edir. Üzərində x gəldi 14 elədir. Buradan 14x alınır. Mənfi sağa atsaq, müsbət 14x bərabərdir 56-ya və x-in qiyməti də bərabərdir müsbət 4-ə. X müsbət 4-dür. Y tapaq yuxarıda. Y də bərabərdir 4-yə yanıqlarında 2 alınır. Deməli, x 4-dür. Y də 2-dir. Bunu tapmış olduq. Gətirib indi yerinə yazsaq əgər, müvafiq qiymətdə buraya yazanda y neçədir? 2-dir. Onda 3x olacaq 12. 2, 12. 2. Hətta böyle 2, 12.
Sağ tərəfdə 10 və 4 alınır. Həqiqətən də cəmlərdə 14 deyir. İndi deyir ki, hər fənn üzrə bir qalib olarsa, ayrı-ayrı artıq ayrı-ayrı ehtimal hesablamalıyıq. Bu qaliblərin riyaziyyat fənni üzrə oğlan və fizika fənni üzrə qız şəhid olması hadisəsinin ehtimalı tapın. Riyaziyyatdan neçə nəfər iştirak edir? 14 nəfər iştirak edir, düzdürmü? Oğlan neçə nəfər var? 2. Yəni bizə 14 nəfərdən 2 oğlan lazımdır. Bu edir 7-də 1. Buraya üçün ehtimal edir 7-də 1. Digər tərəfdə isə 14 nəfər var. Ümumi alınan sayı 14 ehtimal klassik tərəfinə görə. Əlverişli alınan sayı isə burada biz görürük ki, bizə lazımdır bu dəfə qızın qalib olması. Qızlardan da 4 nəfər var. Bu da ixtisar getsə 7-də 2 qalar. Və yekun nəticə olaraq da biz bu hadisənin ehtimalını hesablamaq istəyiriksə vurmalıyıq. Vurma qaydası tətbiqləməliyik. Niyə? Çünki hər iki hadisə eyni vaxtda baş verməlidir. Ona görə də burada 49-da 2 şəklində bir cavab alırıq. Və sualımızın da doğru cavabı 49-da 2 olmalıdır. Belə, bu videoda bütün sualların nizamını təqdim etmiş olduq. Hər hansı əlavə bir məqam olarsa, şərhlər bölməsində yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.